Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir. Yaşımı 20'ni adlayıb keçir. Gözlüyə bilmirəm il qanoyalım. Sevda xanım, nəsə sözünüz var idi mənə. Bakir müəllim, Eşidir. mən səni bitdə araşdırdım. Öylsə elə adamlardan ki, onlar dünyasında yalan danışmazlar. Düz deyə Sevda xanım, mən də belə şeylərə çox öyrəşmişəm, amma yenə də belə ürəyim partlayır da, bilmək istəyirəm. Mən vəbşətə o qədər belə bomba xasiyyətlərim var ki, hansını deyirdilər sən mənə? Sənə dedim sözümü kəsmə. Kəssin belə. Mən bütün bu araşdırmalardan sonra belə qərara gəldim ki, sənin kimi əldən şey qapan, sənin kimi maşennik, sənin kimi svoloç adam hələ dünyaya gəlməyib. Puh! Hop. Bir dəqiqə Sevda xanım, başa düşmədim. Neyi başa İndi mən təhqir edirsiniz siz. Neyi təhqir? Təhqir deyiləyərəm, o yana da keçərəm. Ana, bəs sən deyirsən lotereya udmuşam. Mən belə milyarderəm. Ondan sonra Sevdanın qızını alacağım. O da mənə bütün varlı dövlətini verəcək. Ay sən öləsən. Gala. Bildin? Bir dəqiqə. Hə, nə bir dağa, nə bir dağa. Bir dəqiqə qulaq assın Hə. mənə. Bu ağ ol ya. Mən Hə. onu demək istəyirəm ki, bir dəqiqə Ey. birincisi sözlərimizə fikir verin Sevda xanım. Mən elə fikir İkincisi də ki, verirəm. məni kimlərdən soruşmusunuz, hansı adamlardan soruşmusunuz? Hə. Onlar 100% əminəm ki, mənim paxıllığıdan mənim haqqımda belə söhbət Həyatından. edirlər. Hə. Mən Bakirdən onlar abijnik adamlardır. Hə. Bakir çoxlarını abijnik qoyub. Belə də ki, vəbşə bilirsiniz nə var? İnanmırsınız? İnanmıram. İnanmayın. Qurtardı. Mənim kimi milyoner adamın dalıca hələ çox sürünəcəksiniz. Kim ələ? Kim ələ? Kəlmə. Kəlmə nə dedi? Mama, Hə. nə dedin Bakirə? Bax heç nə. Hə, heç nə. Vallahi, heç bir şey demədim. İstədim bir balaca bunu yoxlayım, başa düşürsən? Hə, getdim üstünə ki, nə lotereya, sən lotereya udmamısan filan beşməkə. Bu mənə bir dənə cummacımdır, inanırsansa. Dedi lotereya da udmuşam, özüm də milyonerim, dıdıxım da dıdıqdır. Ay o udub da, sən də ki, Bakir. Uf. Ay Bakir. Gözdə. Nədir? Hə, nədir? Bakir, sən ananın sözünə şey eləmə də, pis olma da, xahiş edirəm. İndi inanmır da, normaldır da inanmamağı. Mənə inanmır, dünəndən inanmasın. Gelib məni ondan bundan soruşur. Başa düşmədim, mən qız adam be ya. O qız alanda gelib qonşulardan zaten soruşurlar. Ha, Bakir kişidir, mujik. Özü də indiki zamanda tapılmayan kişi. Ha, belə də ki, mama kişi qədri bilsəydi, indiyə kimi tək qalmazdı. Əşi, mama indi bəxti kişi tərəfdən gətirməyib də, neynəsin yazıq? Özü eləyib bəyəm. Belə də ki, sən də lotereyanı gətir, qoy stolun üstə inansın da. Belə şey olur. Belə də ki, bir sənin nə var? Mənə lazımdır ki, sənin mamı loteriyanı görməmişdi, inansın. Başa düşdün məni? Kəlməmə. Mənim ağzımdan çıxan bir dənə fraz etsin ki, bu oğlan pravdır. Düz deyir. Elə şey də olmur da, Bakir. Bir sənin nə var? Siz çox uzatdınız ha, başa düşdün? Sizə qoyduğum vaxt bitdi. Mən belə görürəm ki, sənin mamon nə səni mənə verəndir, nə də ki, bu evi mənim adıma keçirdən deyil. Vaxt bitdi. Başa düşdün? Qurtardıq sizinlə. Məhəbbəti görməmisən.
Məhəbbət sənin bacındır da, səninlə qalır. Kəlməsi kəlmə oğlan, sən bilməliydin. Sən deyəsən bu qoca tutub ki, məndə lotereya zad yoxdur. Hayda. Hayır mən. Bu yalanı indiyə kimi dartıb gətirmişəm. İndən sonra nəsə eləməliyəm, mən nəsə fikirləşməliyəm. Kuş uçmuyor. Müebbet niye bunu yazıp bırakın? Bu bilir ki ben uzanacağım, stonus da görmeyeceğim. Kamera oraya bakıp göreceğim onu. Görüm ne yazıp lan bu? Bakır, ben səhər sübdən durub getdim. Sevdanın xəbəri yoxdur. Təzə iş tapmışam. Onsuz da bizim yerimizə adam gətirir. Nə bu? Sən də orada qalma. Sevdaya özüm demədim, sonra deyərəm niyə. Bu kağızı oxuyandan sonra çıx oradan. Əlində o boyda lotereya udmusan. Sevda o lotereyanı əlindən alacaq. Özüm sənə bugün yığıb yerimi deyəcəm. Lotereya var ay məhəbbət, lotereya var. Bu da yalanı uydurub gətirdim bura kimi. Nəsə eləməliyəm, mən nəsə fikirləşməliyəm mən. Mama, Hə. Heç nəyə baxıram? məhəbbət hardadır bilmirsən? Gülbağı seyrinə. Məhəbbət deyirəm, hardadır bilmirsən? Mən nə bilim vallahi, səhər tezlərdən elə çay çörəyi hazırlayıb yoxdur. O gedən gedib. Bilirəm ki, hardadır. Bakir məndən soruşdum, dedi ki, məhəbbəti görməmsən, dedim, yox. Çox qəribədir, hara gedib? Bunlar nə oyun oynayırlar ay Allah. Bunlar nə oyun qururlar ay Allah. Evin bütün işləri tökülüb, qalıb. Bu hardadır bəs? Mən də yığışdan durama. Ver mənə görüm o telefonu aydı. Cəhənnəmə yığışdır yenə. Özü yığışdırsın. Sənin özünü yığışdıran lazımdır. Bəs gedib hansı marketə zada gedib? Alo, məhəbbət lazım deyə məhəbbətə zəng eləmişəm. Kimdir danışan? Siz kimsiz? Siz bu qadının nəyisiz? Əli, sən neyvə lazımdır mən məhəbbəti nəyə? Mən məhəbbətə zəng eləmişəm. Məhəbbətə ver trubkanı. Nə şükürsən o de? Alo. Alo. Ay gedə. Alo. Kimdir o? Kimdir? Adımı verdi. Nə bilim ağaç. Bir dənə kişi idi. Kişi? Hə, deyir neyinirsə məhəbbəti. Mənə biri zat danışırdı. Bəlkə əridir. Yox ağaç, əridir. Ola Əri bilər də. fışqanın birisidir. Ola bilər də məhəbbət. Yox, ola bilməz. Mənə bax, Hə. sən gel bir Bakirə çağır bura Hə, görüm. gedim. Hə, yaxşı. Tez elə, tez elə. Nə deyim? Nə deyim? Heç nə deyinən gəlsin ağa bey bura. Hə, yaxşı. Ne deyim? Abi qapını döy də içəri girəndə də. Bəlkə mən burada anadan gəlmə gəzdirəm özüm üçün. Ay, anadan gəlmə. İndi sənə elə söz deyəcəm ki, alnın əmdiyin süt burnundan gələcək. Qulaq as da. Az mən ana sütü görmüşəm mən. Maaşla böyüyən adamam, mən. Heç mən bilmirəm ana sütünün dadı tamı nətər olur, şirin olur, turşu olur, kəmşirin olur, duzlu olur. Ana sütü. Nəysə Bakir, uzatma. Anam məhəbbətə zəng elədi. Başqa adam götürdü. Bir dənə kişi səsi gəlirdi. Dedim sənə deyim bunu. Nətər başqa adam götürdü ha? Bilmirəm. Bunun başqa kişi nə deməkdir? Hardadır məhəbbət? Nə bilim, ad boy verdi. Ben de bilmirəm. Heç birisi bilmədik. Ne deyir lan bu? Bir dənə ziyir gör. Başqa kişi nədir ha? Uyda. Mənim... Yaxşı da Mənim həmişə qapağım atırım. Sevgi, başa düşsən mənim... Alo. Ha, sən kimsən ha? Məhəbbət hanı? Sən bu xanımın nəyisən? Ha, mən Məhəbbətin qardaşıyam. De görüm nə olub bacıma? Ana, qaqqıl deyirsən. De görüm nə olub bacıma? Hanı Məhəbbət? Ha, eşidirsən mi? Ha, mənə yerimi de gəlirəm. Uyda, mən
girəcəm içəri yerim mən beynimi xarab eləmə. Yerimi de mənə. O Peşman elədim, nə dediyimə? Sakitləş də, kimsə adımı taparım da. verdi mənim üzümə. Ya, Bakının üzünə adımı verdi ya bir. səhvən olub, səhvən olub. Ama Məhəbbət ora gedib, ha ki, başqa kişi nədir ha, nə danışır bu? Mam! Mam! Ha? Otur mama, otur. Mama, otur. Mama, deyirəm ki, bəlkə Allah eləməmişkən, bəlkə məhəbbəti qaçırdıblar. Ha. Ola bilər. Kü sənin dəli başına elə. Ağır. Ürəyim düşdü ki, məhəbbət bəyəm uşaqdır. Küçədə barbaris göstərib qaçırsınlar onu. Ha. Başı xərəbdir bunun, nədir? Ola bilər. Öldü mü? Deyirəm bəlkə başına bir hadisə gəlib qalıb yolun ortasında qalan olsun ay məhəbbət. Oy. Bakir olsun ay məhəbbət. O kişi demədi, məhəbbət hardadır? Yox əşi, nə deyəcək bəyəm? Elə dedi kimdir soruşan, nədir? Sonra da bir dənə xırıldadı, qoydu telefonu yerə. Başa düşmədim mən. Kişinin heç nə demədi, yox. Mən bacımın başına bir şey gəlsə, məndən incimi hamımızı kəsib doğrayacaq. Eləyər. Elə bir günən ki, gədiyə baxanda bir qapparsındı. Vallahi Rembo'ya oxşayır, Rembo'ya maşallah. Əla, ged elə, bizi doğrayınca ged bacını tap günəndə. Nə burada şəxsiyə gedirsən də? Mama, belə bir şey ağlıma gəldi. İndi ola bilər də. Deyirəm, bəlkə məhəbbəti qaçırdıblar. Sən o olmayan ağlıva quzu kesim. Ola bilər də, mama, nə deyirəm ki? Elə qaçırdandır. Cavan qızı qaçırsın da. Səni qaçırsın da. Mənim də canım qutarar. Bekir xanımın da. Məhəbbət. Kül başına Bakir, kül başına! Məhəbbətsiz nağaracam mən. Bahara gedib başına nə iş gəlib bu? Eşidirəm. Ya eşitsənsə bu sənin pilusdur. Hə? Sən də bacın sər məndən gedi baxır. Ayda, Bakir, nə olar oyan da, xahiş edirəm. O görə oyandı. Sən Türkiyədə işimizə günlə məşğul olsun, ha? Mən nə olub ki mən? Mən nə olub ki? Nə olub ki? Hə, qapını açdın. Soruşdun ki, məhəbbət hanı? Sağ dedim ki, məhəbbəti elə səhər mən maşından aparmışdım. Elə bunu deyəndə uzandın, tirtab özündən getdin. Zorla gətirib sən bura çıxardın. Məhəbbətə nə olub, hanı məhəbbət? Ayda, qardaş gözlədi ki, mən ondan nə qədər soruşdum, dedi ki, qoy oyansın Bakir, sonra o ilə bir yerdə danışaq da, tek danışmır. Mən buna desəm ki, hardadır bayisi, vabşı özündən gedib, ölüb eləyər. Qoyansın sonra deyərəm. Məhəbbət, hanı məhəbbət? Adəm, təchizat. Təzminat. Hə? Təzminat. Nəysə, sən mənə bir şey deyinən. Hə. Bax bu məhəbbəti, məhəbbət səni zəng elədi. Hə. Sən gəldin bunu götürdün. Götürdün, hara apardın? Ha, sər məhəbbət xalama zəng elədi. Aha. Təzminat, gəl məni apar düşürt lazerə. Lazerə. Ha, mən də dedim çörəkdə ətbət aparıb düşürəm. 2 saatdan sonra dedi gəl götür. 2 saat gördük, keçdi, gördüm yoxdur.
Zəng elədim, zəng çatmır, gəldim bura ki, xahiş edirəm, mən pulumu verin də. Xahiş edirəm də mən bu. 5-10 dağalıq. Lazeri. Lazer haçandan belə 2 saatlıq olub. Girirsən içəri, cız buz, çıxırsan bayıra da. Nə oldu bəs? Nə oldu bəs? Məhəbbət lazeri bəyənmirdi? Yəni sən bilmirsən. Bəyənmirdi. Özü 15 dəqiqəlik yox, 2 saatlıq gedib kişinin qızı. Bəli. Məhəbbətin lazeri 2 saat çəkir də. Ay məhəbbət hara? Lazer hara? Zəfərən pilo hara? Xala, mən o lazeri deyirsin, yandırar eləm məni. Hadi bir dəqiqədə də dirəşmişsiniz bayaqdan lazer. Bir gəlin sən gelin görün cavab verir yoxsa yox da. Nə qışqırsan? Bacı sənindir, özün zəngilə soruş da. Ha doğrudan. Vallahi sənin bacın da bizi bu zibilə salanda, işimizə gücümüzə bax sən Allah'ı. Ancaq məhəbbətdən danışırıq. Dərdimizə, sərdimizə bax. Çağırır. Alo. Hə. Sen kimsən? Evet. Bir də deyirən də hardadır, yeri harda, sən kimsə danışın da bir dənə də səs çıxart da. Məhəbbət hardadır, yerin nə? Yeri, tez ilə Cumaların evinə. Qaldıqları evə sağ olmamışların. Görgünlə o lotereya hardadır. Didim elə hər yeri axtar ginən, tez elə. Yeri, hə. Birdən görərlər. Qorxma ginən, hələ telefonla danışır sağ olmamış, mən başını qatıcıyam. Tez elə ya, hər yerə bax ha, eşidirsən? Yaxşı. Hə, tez elə, boş qeydmə ginən. Yaxşı. Hər yerə baxacam. Tez elə. Düzdür mama. Ən yaxşısı gedim evinə baxım görüm. Hardadır? Bax indi mənim üstümdə qalacaq hər şey. Bilmirəm mama düz deyir, ya Bakı düz deyir. Evə eşəlim baxım. Mama, adam tuz axtarsın da, mən niyə axtarıram? Amma özümə də maraqlıdır. Şkaf var. Yox. Altı baltalarını qoyub bütün bura. Amma Bakır ağıllı adam deyə bura qoymaz eşirəm. Hayda dağıdaram sonra bilərlər ki, mən baxmışam, neyləmişəm, axtarmışam. Yox, buralarda deyil. 100% buralarda deyil. Buralarda heç deyil. Bəlkə burada. Heç kim mənə qədər axtarmaz, Cəmatın bütün hər şeyini eşələdim. Burada da yoxdur. Burada heç olmaz. Yox. Oraya boyun çatmır. Yoxdur da, yaxşı axtar deyirəm, amma yaxşı axtar. Bundan yaxşı necə axtarım? Yoxdur da. Mənə yalan deyir. Bakır onda mənə yalan deyir. Yaxşı Bakır. Ay nəfəsim kəsildi. Saray. Ne oldu? Tapdın. Sağ olasın evlatlar. Sağ olasın. Yerin deşiğinin de olsa lotereyanı tapmalıyıq. Ama Tapmalıyıq. mən də inanmıram Bakır'a. Elə biləm ki, nəsə belə fırıldağı ilə hamımız barmağına doluyub. Allah onu vurmuşdu. Onu elə dolayaram ki, ha, açıla bilənin atasına lənət. Sən nə danışırsan? Mənə elə gəlir ki, bu, çünki mən hər yeri axtardım, yaxşı axtardım. Ya bu lotereyanı bastırıb torpağın altına, Hiç danışma. onda ya da ki, cibində də özünlə gezirir. Yağışda şey olar, yere kağız bastırmaq olar. Əvvəldən də. Eğer o bizi alladırsa, eğer o bize nömrə gəlirsə, afristi eləyirsə, sevginin canı üçün mağbetin ölmüşünə, onun başına bir oyun açacağım. Ondan sonra da elə həmin o pozada onu çəkib qoyacağım zada. Ne deyirlər ona? Sosiala. Qoyarsan ona sosiala. Görəcək ki, analar necə qızlar doğublar. Biz frayer deyilik. Köpək oğlu. Svoliç. Bəkir, kişi nə dedi?
Lotereyanı hara qoyub? Nə kişi, nə lotereya? Hə? Başımı itirmişəm be. Bacımı hara qoyub? Məhəbbəti hara aparıb? Harda düşürdüm? Ay, heç nədir. Taksi şoförü deyir ki, şeydir, məhəbbətin telefonu qalıb maşında. Ay Allah, ay Allah, bu məhəbbət bizim başımıza nə oyun açır? Necə bizim belə aləmi qatıb bir-birinə, ürəyib göbəyimizi yemişik? Ay Allah! Əsəbləşmə, gəl. Belə şey olar, belə zülüm olar, belə... Nə deyim vallahi da, söz də tapmıram deməyi. Bunu mu, onu mu, o mu, bu mu deyə aləmi qatdı bir-birinə. Məsələn, onda məhəbbət harda deyə, hara aparıb bu kişi onu ye? Gəlib Lazerdən çıxıb bura gəlməli deyildi. Bilmirəm, heç nə bilmirəm. Abi bir dəqiqə yəni görmürsünüz bir-birinizə spor edirsiniz amma elə deyil. Elə çıxır ki siz dediğiniz məhəbbət harıza gedəndə pulundan gedir. Amma mənə gələndə pulsuz ora bura daşıyacağım. Elə şey yox. Mən bu evdən pul alıb bal deyib çıxmasam boş söhbət. Nə danışsan Ha. Yekə kişi səni, mama üzr istəyirəm. Bu- Pul hayınıza biz məhəbbət hayındır. Hansı vacibdir? Ha qadın oğlum hamı pul ayındadır. Sən pul ayında deyilsən. Mən taksi şoförüyəm. Mən də pul ayındayım. Mənim uşağım yoxdur. Mən dolanmalı deyiləm. Evə əhbə aparmalı deyiləm. Mən burada bir söz deyirəm. Pulu götürmüş bal deyən dönməsi sizin məhəbbətiniz telefonla kimlə danışır. Dedi ki, lazerin sonra epilyasiyadan sonra nəm gedəcəm şeyə, lotereyadan pul götürməyə. Mama lotereya. Wow! Salam aleyküm Bakir Efendi. Ne tersiz ay Bakir Efendi. Ne var ne yok ay. Deməli sənin bacın lotereyanı götürüb çıxdı aradan. Pulları alsın, qoysun cibinə düz Moskvaya. Hə? Kim sənin qardaş başına? Hadi, nə bacı? Nə qardaş? İndiki zəmanədə bacı var, qardaş var, hə? Nə var, Oz, nəyə gəlmişsən? Dedim bir yerdə axtar da lotereyanı, tək axtarma. Az nə lotereya mənməyəcəm, ondan qarnım ağrıdı burada. Qoy girim çıxım danışarıq, çağıracam səni. Sən də bir şey olmamış kimi qarnım ağrıdı. Bu geç çıxacaq, özüm axtarım. Nədir? Nədir? Konfetlər. Konfetdə söhbət gelmir, yer girir beşiyi də. Sən də bu gecəni də burada yatacaqsan. Səni məhəbbət aparıb, məhəbbət o pulu verəcək də. Gelin məhəbbətdən alarsan da. Aman sıfarı yox. Farı keyif çöldə gözləyəcəm. Yeri də, get də. Konfetdən olar. Götür də, götürmüsən də, götür ap. Çox sağ ol, çox. Nə qarsa nə də? Nə elə bildim olmaz bir dənə götürdüm. Çox sağ ol, çox sağ ol. Ay İmam insan deyil. Konfetdir, dana nədir bir dənə konfetə görə heç götürmərəm, lazım deyil. Dana girsin elə gözü elə. Aa! Ne görməmişdi də bu adə. Hər vaxtınız xeyir olsun, xəbərlər efirdədir. Fransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Louvre muzeyi bu dəfə baxımsızlıq qalmaqalı ilə gündəmə gəlib. Türk mediasına istinadən xəbər verilir ki, uzun illərdir problemi olduğu bilinən su xəttində baş verən sızma nəticəsində muzeyin Misir antik əsərləri bölməsinə aid kitabxanasında təxminən 400 nadir kitab zərər görüb. Bunlar duzdular, nədirlər? Deyirəm, bu su axma problemi var. Bu səncə bizim problem deyilmiş ki. Yəni biz elə bilirdik ki, bu ancaq milli problemdir. Biz elə bilirdik ki, ancaq elə yuxarı qonşudan aşağı qonşuya su axır, aşağı qonşu çıxır, deyir ki, ay qonşu, bəs bizə su axır. O da deyir ki, mənlik deyil, girlər hamama baxırlar. Sonra o qonşu deyir ki, bəlkə yuxarı qonşudan axır. Aşağı qonşu da deyir ki, mənə kələməhmə yuxarı qonşudan axsa, şaxtadan sənin də divarın nəm olar. Axırda bilmirlər neynəsinləri, aparat var təzə çıxıb, onu gətirirlər, döşəməyə qoyurlar. Axırda ondan sonra bilinir, sübut olunur ki, su hardan axır. Adam elə gəlir ki, bu problem ancaq bizə aid məsələdir. Ay qardaş, elə deyil. Dünyaca məşhur Louvre muzeyi. Louvre muzeyinə də su axır, ha qardaş. Bilinmir bu yan divardan axır, qonşudan axır, hardan axır. Belə şey olar. Deyirəm, Parisdə də belə problem olsun.
Başları qarışıb eş-işrətə, vecdərinə deyil, hamı ürəyi nə istəyir eləyir. O boyda muzeyə dünyada ən məşhur su ora nə tər axa bilər, necə axa bilər, o boyda kitab orada zədələnir. İri şey olar. O vaxt elə bizim yaxşı kino çəkimləri deyir, Dərviş Parisi partladır. Elə partladardı, yerli divli qutarar gedərdi də. Bilinmir bu Paris. Yəqin o kitabları o çıxardıblar Günəzada qurusun eləsin. Dincəlin, qardaş, dincəlin. Bu su axmaq, divardan axmaq, şaxtadan, evində remont, lepkalar zədələndi. Aboy, bu bizdə olan problem deyil, bu dünyada olan problemdir. Unudun bunu. Bu bedbaxtın evini əməlli başlı su basıb ha. Qonşular bunu evini əməlli başlı sulayıblar ki, bu belə danışır, hər şeyi bilir. Zəng eləyəcəm də ona. Zəng eləyəcəm ona. Keçən səfərdə uşaq gəldi də, necə gəldi, necə getdi, heç bildim ki, bilmədim ki, bu iki dənə bacı qardaş mənim başıma nə oyun açırlar bəyəm? Müsibət, müsibət, müsibət. Hə, budur, hər, budur. Bu dəqiqə. Hə, onsuz da sizi mən rədd eləyəcəyəm inşallah. Qaqaş, salam. Bəli, Sevda xanım, mən efirdəyim. Hə, lap yaxşı. Efirdəsən? Hə, elə bildim televizordasan. Yox, canlı efirdəyim, xəbərlər aparıram. Bitirim yığacam. Zəng eləmə, elə promoy gillən bizə. Hə, yaxşı. Deyəsən, danışa bilmədi. Bunun dalında ola bilər amma. Hə, de. Buralarda hardasa ola. Nə olsun? Əşi, dedim də birdən burada olmaz da. Mənə elə gəlir ki, məhəbbət götürməyib. Buralarda olar. Nə danışsan sən? Məhəbbət götürüb loteriyanı. Buna bax. Məhəbbətə demişdin də loteriyanın yerini. 100% o məhəbbət götürüb gedəcək, heç evə də qaydan deyil. Abi sana gec, o başqa yeri var onca qayıtmağa. Evə gələn deyil, o bilirəm də buryanma gedəcək qüdrətin yanına. Hə, elə? Hə. Elədirsə, onda sən də şərəkülövü yığ, sən də çıx get. Mama səni saxlayan deyil ki burada. Hə? Deməli sizə ancaq pul lazımdır, hə, sevgi? Hə, məhəbbət yoxdur, mən tək kişi xeylağını evdə niyə saxlayıram mənlə mama? Saxlamaz məncə. Qonum qonşuda nə deyər? Deməli, sizə Bakir lazım deyil də, Bakirin ancaq milyonları, lotereyası, pulu lazımdır, hə, sevgi? Hə, açığına yalan deyim, elədir. Bə insanlıq, bəs qabiliyyət, bəs hörmət. Ayda, Bakir, sən hansı dövrdə yaşayırsan, Sən elə bir adamsan ki, sən pulun olmadı, sən nə hörmətin var, nə bilim, adamlığın belə kobudda çıxsa. Yəni, pulun yoxdursa sən heç kimsən də, o küçədə olan itdən heç bir fərqin yoxdur. Yəni, bağışlayasan belə. Sevgi, Deməli, öldü insanlıq, sevgi, öldü. Mən gedirəm insanlığı bastırmağa. Yaxşı yol, get. Mən gedirəm. Amma qaydanda Ferrari ilə qaydacam, sevgi. Hə, yaxşı, get. Ferrari ilə qaydanda baxarıq. Birdən bəş Ferrari ilə qaydar ha. Şələ bir qayıtsın. Bax. Nal kimi günlər başlayıb. Canım gözüm. Ay Söyda xanım. Deyər şərik partladıram, deyər. Yəni, bu saatca mən burada bomba kimi xəbər partladıram. Oba marketdən gəlirəm. Demək, obadan nağıl kimi günlər başlayıb. İnşallah ki, bu nağılın qəhrəmanı mən olaram. Yəni ki, sən olarsan. Yox, elə sən olsun yaxşıdır, nə münasibət? İnşallah ki, qoy mən olum da. Da sən hər şeyin var da. Gör qulaq as. Nə deyirəm? Obada nə olubdu? Girdim obaya. 10 manatlıq alış-veriş elədinsə, bir dənə şansın olur sənin. Elə bir 40 manatlıq alış-veriş elədin, sənin 4 dənə şansın olur. 65 manatlıq alış-veriş elədinsə, sənin elə bir 6 dənə şansın olur. 10 manatdan aşağı alış-veriş eləməmsən. Mən də maşallah olsun, obada qənaətli, məhsullar keyfiyyətli.
girirəm ora. Hə, bax, çeklərə bax, hamısını almışam. İndi bunlar nədir? Bunlar Bunlar nə edirsən? getdim, mən QR kodu oxutdum, qeydiyyatdan keçdim. Mənim şansım var. Biz hər nə qədər alış-veriş eləmişəm. Bir şey olan kimi qaçıram obaya alış-veriş edirəm. Niyə? Hər gün 50 manatlıq, 100 manatlıq oynanılır. Bir də gördün ki, düz gəldin, düşdün, sən ya 50 manat udursan, ya ki 100 manat udursan. Tiraj keçirilir də. Elə bir dekabrın 1-dən 31-nə qədərdir. Ondan sonra hər həftə iPhone 17 Pro Max. Ay, mənim şansım birinə düşməyəcəkmi? Ən axırda da, ayın axırında Çanqan, Köyən, Q7 oynanılır. Ay, gələ düşən mənim bəxtimə. Ay, bu nağıl mı olar? Belə nağıl mı olar? Belə gerçəklik mi olar? Bu ancaq Oba Marketlər şəbəkəsində olar. Sən öl. Özüm ölüm. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı reklamlardan sonra davam edəcək. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı reklamlardan sonra davam edir. Növbəti xəbər efirdədir. Son günlər sosial şəbəkələrdə bomba kimi düşən xəbər hamının təəccübünə səbəb olur. Belə ki, ailəsini tanış etmək üçün sevdiyi qızı evə gətirən Əfqan adlı 28 yaşlı oğlan art şərtidir. Atası tərəfindən etirazə səbəb olub. Sən demə, o qız Əfqanın atasının qeyri-qanuni münasibətdən dünyaya gələn qızıdır. Mənim qınamayın, bizdə belə şey yox idi. Bu Hindistan kinolarına biz baxdıq, bu Mitkun Chakrabortidir, bu Şakadır, bu Vijaydır, bu Zitacı, bu xarabalıqdan çıxmış belə şey, ay qardaş, bizi Türk serialları belə elədi. Sən deyirəm, 10 milyonluq Azərbaycanda, bu ad şərtidən də Əfqan, bu Əfqanın atasına baxın deyir. Bu boyda Azərbaycanda gedib elə bir adamla qeyri-qanuni münasibət qurub ki, bunun oğluna, bax karma deyir bu. Bu karma buna deyirlər. Bax geri dönüş buna deyirlər. Bu boyda Azərbaycanda bunun atasının qeyri-qanuni həməcimələrdən əmələ gələn qızını gedib tapıb. Bunu hələ evə gətirib. Bu nədir bu? Bu aləm qarışdı bir-birinə də. Bu yazıq, bu oğlan yazıq nə bilsin? Burada ən qurban elə oğlandı, bir də qızdır. Bu oğlan hardan bilsin? Oğlan bu qızı tanış eləmək istəyir atası ilə. Ta bilmir ki, qızını gətirir atasının yanına. Bu aləm qarışdı bir-birinə. Birinci, bu gənc güya ki qurulacaq da ha, heç qurulmadı. O indidən məhv oldu, katlavandan məhv oldu. Heç bina qalxmadı. İkinci ailə, bu Əfqanın atası, indi bilmirəm kimdir. Bunun ailəsi məhv oldu mu? Olmalıdır da. Bunun arvadı bildi mi? Bunun arvadı bildi, bunun arvadının qardaşları zadı bildi mi? Aləm qarışdı mı bir-birinə? Bunlar dəqiq boşandılarmı? Bu 100%. Sonra, indi bu qız var ha, gətirib, oğlan gətirib, atasından tanış eləməyə, bu qız. Bu gedib ağlaya-ağlaya evə anasına dedi mi? Dedi mi, sən mən qeyri-qanuniyə əmələ gəlmişəm? Bu anası da indi yəqin ki, həmin vaxta kimi boş olmaz da. İndi onun da yəqin ki, bir dənə əri varmı? Aləm qarışdı mı bir-birinə? Bu nədir? Bu oğlan zaman oğlan həyatı bədbəxt oldu, qızın həyatı bədbəxt oldu. Bir dənə nöqtə atışı ilə bomba düz mərkəzə hamı məhv oldu. Belə şey olar. Belə şey yoxdur da bu kinodur. Bunu ver, bu müsabiqə keçirir dövlət. Bunu elə sinopsis deyirsiniz, bunu ver partlat qardaş. Deyir ən yaxşı pulu serialları ictimai verir. Ver 8 seriya final elə dağıt getsin. O boyda pul verirlər. Bu gün sabah bir dənə senarist lazım olacaq. Heç kim lazım olmayacaq. Süni intellektdən kino çəkirlər. Rejissor, iş tap özünə. Vsyo, sən də çörəyə bahis oldular. Operator, sən də çörəyə bahis oldular. Süni intellekt gəlir. Elə səndən də yaxşı çəkir. İşıqçı, sən də orada işıq belə tutmaqla deyil. Süni intellekt gözündə işıq var. O hər yerə işıq verir. Qədər sən lazım olmayasan. Çörəyə bahis oldular. Ged başqa iş tap. Grimyor, sən də onun kimi. Kostyumer. Gedin iş tapın özünüzə. Gedin hala elə məni aparıcı. Robot gələcək belə danışacaq. Nə his var, nə emosiya var, nə ağlamaq, nə əsəbləşmək. Prosta oturacaq, maaşını alacaq. Maaşı geçəcək, vezin olmayacaq. Bilməyəcək kartına pul gəldi. Nə ailə yox, kommunal yox, o yox, bu yox. Heç nə. Hamımızın yerini süni intellekt gəlib tutacaq. Nə yaşayırıq burada, nə bilim mən başa düşə bilmirəm. Bu bir dənə dəqiq tez eləsəydilər, biz bilərdik, biz gedib özümüzə iş tapardıq. Günün biri
gələsin qapıya deyəcək qardaş girməyin. Niyə? Hamı süni intellekt. Hər şey süni intellekt. Üraq olsun. Vallahi bu kimin başına gəlsə dəli olar. Vay. Bu interesin uşaqdır. Varaqlı uşaqdır. Alo. Ha, çıxır. Getməsin. Ha, ya. Bakir. Ha? Bakir, mama səni çağırır. Niyə? Bilmirəm niyə, deyə gəlsin də. Uy. Nə oldu? Həyəcandan qarnım ağrıdı. Sən necə kişi, sənə bir şey olmamış, elə qarnın ağrıyır. Yaxşı ki, ərə getməmişəm sənə. Şeydi. Ayşə, bilmirsən niyə çağırır? Bilmirəm də, dedim bilmirəm də, get bax gör nəyə çağırır da. Heç şey məndən soruşur elə. Mən deməli sənə bu öyə girməyə, burada hələliyə qalmağa bir şərtlə razılıq verə bilərəm. O da odur ki, utduğun lotereyanın 50% mənimdir. Niyə? Yağlı pişeniyə. Yağlı peçenya. Başa düşmədim. Başa düşməzsən də. Sən o lotereyanın kimin pulunu almısan? Mən sənə maaş vermişəm. Sən mənim öyümdə qala-qala o maaşı almısan. Gedmisən, mənim öyümdə qala-qala o lotereyanı almısan. Elə deyil. Deməli, mənim də orada payım var da. O ataların bir misalı var. Deyir, tapanla görən şərikdir də. Elə deyil. Yox, eşitməmişəm elə bir söz. Eşitməmişsən? Yox. Sərf eləmirdi ona görə. Bəs bunu eşitmirsən ki, yetimə gəl deyən çox olar, amma çörək verən az olar. Aha, bunu eşitmişəm. Bir də nə dəxliyi? Heç nə, o bizə uyğunlaşdırmağa çalışıram. Uyğunlaşdırma bala. Sən anadan olandan uyğun nədir bilmirsən. Sən uyğunlaşdırma. Hə, nə deyirsən? Razısan, ya razı deyilsən. Hə, ya yox. Da, ilin et. Sevda xanım, mən elə bir ki, bugün axşama sizə bir söz hə ya yox deyərəm də, elə bir ki, o məhəbbət də tapılsın. Mən sonra bir cavab verərəm də sizə indi. Deməli sən cavabın qalır məhəbbətin tapılmağına. Hə də indi mən biraz Bacıvın. qaça-qaçdayım da, məhəbbət orada, burada. Məhəbbət Lazerskaya. Nə olar? Onu da bax verərik. Mən bugün axşama sizə hə yox deyəcəm də verəyim. Oldu, yaxşı. Gün o gün olsun, bacın tapılsın. Az qalmışdı bunu ərə gedəsən. Elə. Arkadaş, sən adın təzminat deyil. Hə. Ben niyə buradasan sən elə? Qardaş, pulumu ver gedim mən. Gör mən xoşum gəldi bu sırıqda durmaqdan. Hayır, sən gel. Ay məhəbbət gəlsin, pulumu verəcək də, məndə pul yox da, hardan verim sənə? Nə qəşəng şirin danışsan sən, hə? Mən pulumu verməyim, mən buradan tarapanəsi dönüm. Mən bugün bilirsən nə qədər ziyanı getmişəm. 20-25 manatlıq zakazlara qaz eləmişəm. Onu verməyincə qaqa, mən gedə söyləm. Özüm mənim burada durumu baba ala. Belə də duracam, heç kim bura qaz, heç kim də sərqaz. Yoxsa da bildiyini sənə pulumu atmayacaq. Biz heç kimin çörəyinə bahis olmuruq, ecəl adam da deyilük. Fərq eləmir. Qulaq as, sən məhəbbətə çürtdüyün yer yadındadır. Mən apardı ora. 15 manat. Plus 15, bayaqçılar. Yaxşı da 20-25. Çürtdüyün pul. Plus da 15. Hazır. Hədə gedək. Ged otur, arkada otur, qabaq qapı açılmır. Qabaq qapı açılmır, ehtiyatlı ol, qırma. Az qalıb indi. Yağını kusacaq bu. Salam Sevda xanım, necəsiz? Ay ələykümsalam, Nə yaxşı adamlar gəlib bizə. Xoş gördük. Paltosunu al, gəl. Narahat olmayın. Zarafatçıl qızdır çox. Çox zarafatçıl qızdır. Narahat olmayın. Əyləş.
Necəsiz? Siz deyə- əyləşin. Heç nə, darıxmışdıq sənin üçün əməlli başda özü Doğrudan. ya. Vallahi hə. Bir xəbər Vallahi. aparıcısının bu belə diqqətli tamaşaçılar onun üçün darıxanda Hə. bizi tonusda saxlayırdı o. Harda saxlayır? Tonusda. Hə. Başa düşmədim nə deyirsən? Yəni bizə elə bir ki motivasiya verir də, bizim Dur, çay əhval-ruhiyyəmizi gətir. yaxşılaşdırır. Hə. Motivasiya verir. Mən Motivasiya sadə verir. adamam. Mən sadə adamam, mən məhəllə qızıyam. Ona görə də mənə elə danış ki, ki, mən başa düşürüm sən nə deyirsən. Öyrəşmişəm bu televiziyalar qonlar. Hə, hiss eləyirəm elə. Özün Çox sağ necəsən? olun. Yaxşısan? Yaxşıyam, Lap müşkül. Siz yaxşı. nətərsiniz? Necəsiz? Sağlığın yavaş-yavaş, Yoxdular, bu yavaş-yavaş. evdəkilər yoxdular. Keçən dəfə. Rədd elədim, onları getdilər Doğrudan. də. Başıma oyun açdılar ay bala, başıma oyun açdılar. İnanırsan sən? Day belə dedim gedin atlanın. Siz mən Barışında bilirdim, qardaşın da. bilirdim ki, əvvəl-axır onların nəsə Həri. Sevda xanım, mənim haqqımda nə düşündünüz? Konkret olaraq mənə nə təklif edirsiniz? Keçən dəfə də gəldim, aləm qarışdı. Deyəsən qızımızı qaçırtdılar, sonra deyəsən təzədən qaytardılar dala. Yox, qaçırda bilməmişdilər. Yarı yoldan qaytardılar. Yaxşı Yaxşı da, o qədər təmizkardır. O qədər təmizkar. İnanırsan sən mənə oxşayıb da. Bax əski əlindən düşmür. Yeridə. Yeridə. Hə, sağ ol. Çox sağ ol. Yeridə qızım. Ay qızım. Orada quymağa bax yenə. İndi o yağını kusum. Bu nə deyəcəydim, hardan gəl? Hə. Mənə bağlı nə planlarınız nədir, nə təklif Mənim edirsiniz? səninlə bağlı planlarım çox böyükdür. Bax mən istəyirəm ki, sən bu evin sahibi olasan. Bu boydana maldır, mülkdür, indi hələ gördüklərim budur, görmədiklərim var. Mən istəyirəm bunun başında bir dənə kişi xeylağı dayansın, söz məsələti. Nə ayırırsan? Narahat olmayın. Get o şey maskaranı Soda götür, yeridir. ginən get oradan şeydən şkafdan jat getir gəl ginən, doşab getir gəl, doldur onu doşab getir gəl. Hə. Ona Hər dəfə görə araya də girirlər, sözünüzü kəsirlər. kim? Mənə təklif eləmək yerinə gəlib çatanda Həmişə hə elə bir tərslikdən. Buyurun, Yox, buyurun. indi bu gün nə deyəcəyəm sözümü. Mən istəyirəm ki, bax bu təsərrüfatın başında bir kişi xeylağı dayansın, sözümə. Mənim yanımda bir kişi xeylağı olsun, söz məsələsini idarəçi olsun. Başa düşürsən sən məni? Ona görə də mən belə fikirləşirəm ki, quymağı vilka ilə yeyirlər. Apar onu qaşıq Quymaq niyə gətir. Sevda xanım? Siz deyəsən keçən xəşil demişdiniz axı. Quymaq elə bir ki, bu qadın azad olanın sabahsı gün verirlər. Elə bir ki, toy gününün sabahsı günü kişiyə nəsə belə Elə bildim quymaq demişəm. yox, Xəşil demişəm. Durun bu dəqiqə Yox, xəşil yox, yox, edeyim. yox, narahat olma. Vallahi, Vallahi, onun da mən vaxtı var, dedim narahat hava olma. soğuqdur. Ona görə quymağı mən xoşlayıram. Qızım, hələ quymağı yeməmisən belə oynayırsan. Hə, Mən baxıram, bu evdə bir kişi yox, bir ər yox. bəs mən nə sənə deyirəm? Həyanınız yox. Bəs mən nə qədər deyirəm? imarət, Ərim böyük var. Ərim maqbet var. Var. Bir balaca aramızda incilik var. Ona görə elə belə də nə Yox, bilim. əriniz var. olsa da mən elə hiss edirəm ki, yəni söz sizdədir də, yəni lokomotiv sizsiz. Yəni siz nə işlə Evin həm məşğulsunuz? erkəyiyəm, həm dişisi. Yox, hiss olunur, Uzun hiss sözün olunur. qısası, bəli. Evin həm Çox sağ olun, erkəyiyəm, çox sağ həm də dişisi. Amma yoruluram da. Hər şeyində bir qədəri var, hər şeyində bir miqdarı var, hər şeyində bir yeri ölçüsü var da. Başa düşürsən? Ona Can, görə can, də can. görürsən yoruluram indi. Çox yorar, xanım da sizi çox yorar. Yox, kim? Yox. Elə zadı ver, yeməyini verginə qalxır orada yuxarıda zadını giyinir, tuzunu elə başlayır şey eləməyə. Hə, idman eləyəndir. Hə, belə. Hə, indi onu mən deyirəm ki, mənə bir İşinizin yeri adı get nədir? yod gətir. Yod. Yod nə dağız? Vaxt. Ay qız, yeri get doşab gətir. Tökkünə zadın içinə doşab gətir gəlginə. Bir də xoraya bax ki, gör nə var, nə yoxdur. Quymaq, yod, Allahın xeyir eləsin. Vallahi sən zar. Nə işlə məşğulsunuz? İşinizin adı nədir sizin? Ay qız, yeri get dedim sənə, sən doşab gətir. Maskuranı götür, maskuranı. Maskuranı götür. Yeridə, get doşab tök onun içinə gətir. Doşab tök içinə gətir. Doşab var şkafda. Mamada olan fərasət məndə olsaydı,
Valla çoxdan varlı karlı adamın evində gəlin idim. Eşkin məhəbbəti düşüm canıma, ala göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüm canıma, ala Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı bitdi.